Salam əziz və hörmətli izləyicilər. Həmişəki kimi yenə indi gördüyünüz kimi Hyundai iX35-lərdə yan güzgünün işığının dəyişdirilməsi prosesi göstərirəm sizə. Yəni özünüz edə bilərsiniz, sadəcə olaraq ehtiyatlı olmaq lazımdır. Düzdür, mən bu video rolikdə tezləşdirmişəm deyənə sizə tez gəlir, amma son dərəcədə səbirlə yavaş-yavaş etmək lazımdır. Bu güzgünün çıxarılması əsasən plastik vilkalar var, onlarla edilir. Yəni Temuda da satışı var. Mən sadəcə olaraq gözləyənmədim, yenə sifariş vermədik. Yəni mətbəx bu taxta qaşığın köməkliyi ilə çıxartdım. Yəni onunla da etmək olur. Sadəcə olaraq ehtiyatla, səbirlə çıxartmaq lazımdır. Güzgüyə zədə vurmayaq. Görürsünüz, hal-hazırda çıxdı, güzgü çıxır. Və indi sizə göstərəcəm ki, həmin güzgünün o led işıqlarını dəyişmək üçün baxın, sadə bir üsulla həmin bu sözün şurubu açmaqla siz dəyişə bilərsiniz. Sadəcə olaraq yenə vurgulayıram ki, ehtiyatla etmək lazımdır ki, həm elektrik hissələrinə zədə vurmayasınız, həm də ki, tam yəni ki, o keçmə güzgünün işıqları keçmə plastik hissələrini qırsaz, yəni təkrar almalı olacaqsınız. Diqqətlə bu video rolika baxıb etsəniz çox rahatdır. Görürsünüz, yenisi ilə əvəz edirəm. Bu yan güzgünün işıqları da əziz izləyicilər, yəni hələ mənə xarab olan deyil. Sadəcə olaraq keçəndə digər avtomobillərə dəydikdə, belə deyək də, korpus zədələndikdən sonra su keçəndə, yəni hətta o zədələnmiş hissənin silikonlar, yəni yapışdırıcı kleylərlə, yəni bərpa etsəz, su keçməsə, yəni bu led işıqlar yanan deyil. Bunların əsas xarab olmağına səbəb, yəni suyun, belə deyək də, işığın ledlərin içərisinə keçməsi ilə nəticəsində olur. Və indi yoxlayırıq, yəni tam taxmamış, yəni işığı güzgünün həmin hissəyə yerləşdirməmiş yoxlayırıq. İşləyirsə, əvvəlki kimi və əvvəlki qaydasında yerinə gəlir. Bu qədər çox sadədir, sadəcə yenə təkrar vurgulayıram, ehtiyatlı olmaq lazımdır ki, tam şəkildə effekt əldə edək. Bu qədər. İzlədiyiniz üçün təşəkkürlər. Həmişə kanalımıza dəstək olun ki, belə maarifləndirici video roliklərlə həmişə ənənəvi olaraq mən sizləri salamlayıram. Təkrar vurgulayıram. Son dərəcə ehtiyatlı olmaq lazım ki, plastik hissələrə zədə dəyməsin. İzlədiyiniz üçün təşəkkürlər. Kanalıma abunə olun, dəstək olun ki, həmişə olduğu kimi sizə maarifləndirici roliklərlə tez-tez salamlayaq. Çox sağ olun.